təkəri doldurmağa dayanmışıq. Deyirəm, biz olaq stansiyanı düzəltməyək, elə şey mi olar? Herkesin sabahı xeyir dostlar. Bildiyiniz kimi bugün 30 avqust biz Kültü maşının, yəni İlkin Mustafayevin təşkil elədiyi tədbirə qatılırıq. Səfərimiz Bakı, Şuşa və Laçındır. Düşünürəm, böyük bir tədbirdir, böyük bir uğurdur. İlkinə uğurlar arzu edirəm. İnşallah ki, sağla salamatçılıqla tədbiri başa vurarıq. Biz tədbirə haylanla qatılırıq və günə 99%, əslində 100% ilə çıxmışıq, artıq 1% enerji sərfiyyatımız var. 99% ilə yolumuza davam edirik. İzləmədə qalın. Həqiqətən də maraqlı olacaq. Biz artıq görüş yerinə çatmışıq və gördüyünüz kimi bir çox iştirakçı var, hətta sürücülər məkandadır. Təbii ki, sıra nömrəmiz 22. Artıq hər kəs öz maşınına əyləşib. Birazdan biz yürüyüşə başlayacağıq. Artıq ilk təyinat nöqtəsinə çatmışıq. Hal-hazırda 90 kW üzərindən enerji yığırıq və 80% olmağına ortalama 20 dəqiqə vaxt sərf edəcəyik. Gəlin sizə ümumi Bakıdan bura olan sərfiyyatı göstərdim. 221 kilometrə 35 kW enerji sərf eləmişik. Bu isə ortalama 15 kW edir, hətta 16 kW. Və sizə deyim ki, bu sabit sürətlə olan göstərici deyil. Birinci çatmalı olduğuma görə biraz qeyri-sabit sürmüşəm və hal-hazırda göstərici bu elədir. Biz Kürdəmirdəyik, yol üstündə Tokazda dayanmışıq. Maşınımızı burada doldururuq. Növbəti iştirakçılar isə hələ yoldadır. Bizdən sonra ilk kim gəlsə onu qarşılayacaq. Force major hal olduğu üçün təkəri doldurmağa dayanmışıq. Daha doğrusu digər qrupun iştirakçısı dayanıb. Bizim qrupdan artıq 4 maşın buradadır. Bizim maşın tamamlanıb. İkinci gələn Zikr tamamlanmaq üzrədir. Üçüncü maşın şarja başlayır. Növbəti isə 4-cü maşın olacaq. Sıralama üzrə artıq 4-cü avtomobildir. Enerji dolumuna başlayır. 1, 2, 3-cü maşındır ki tamamlanır və 4 başlayır. Bundan sonra isə sırada 2-ci GBT olacaq. Sonra 3-cü avtomobilimiz GBT olaraq doluma başlayacaq və sıralama şəkildə yola çıxacaq. Həm zaman, həm də enerji dolumu baxımından daha sərfəli, səmərəli üsul belə olduğuna görə biz bu yolu seçmişik. Hal-hazırda iştirakçılar fasilədədir. Çay, kofe və yeməklərini yeyirlər. Bitirdiklərində isə yolumuza davam edib ikinci
dayanacağımız Xocalıda dayanacaq inşallah. Təşkilatçılar tərəfindən fasilədə çay, kofe, burger, hot dog, salat bu kimi şeylər də təşkil olunur və bunlar tam olaraq ödənişsizdir. Fasiləmiz bitdiyində biz yolumuza davam edəcəyik. Növbəti dayanacaq təbii ki bildiyiniz kimi Xankəndidir. Orada sıralama ilə yenə gedəcək. Deməli sonlandı bizim zayetka prosesimiz. Hər kəs doldurub, amma force major hal baş verib. Təbii ki bu gözlənilməz hallar ola bilir. Hal-hazırda Azərişığın enerjisi kəsilib. Problem nədən qaynaqlanır bilmirik, amma təəssüf ki başımıza belə bir hadisə gəldi. Heç bir problem yoxdur. Planlama üzrə bu avtomobil növbəti yeməkdə dayanacaqdır. Onunla bərabər o avtomobil də dayanacaq və biz yolumuza davam edib Xankəndində dayanacağıq. Xankəndində görüşənədək. Bərdədən Xocalı, Xankəndi, Laçın istiqamətində hərəkət edirik. Hal-hazırda qarşıda bizim Qarabağa keçid postumuz olacaq. Yoxlanış, buraxılış məntəqəsi. Ondan sonra isə bizim Qarabağ istiqamətində hərəkət edəcəyik. Növbəti dayanacağımız Xankəndi YDM-dir. Ümumi olaraq yolda bir təhlükə belə deyim, hamarlıq yoxdur. Hər şey çox ideal vəziyyətdə demək olar. Enerjimiz görək bizə bəs eləyəcəyimiz. Buraxılış yoxlanış məntəqəsinə gəlmişik. Biz də burada vəsiqələrlə portalı yoxlayıb, daha sonra isə bizi Qarabağ istiqamətində göndərəcəklər. Təbii ki bildiyiniz kimi yolumuz Qarabağdır saytından, portaldan qeydiyyatdan keçib, gedəcəyiniz yerləri qeydiyyat edib davam edib Qarabağa gələ bilərsiniz. Bunun üçünsə gələndə təbii ki mütləq ki vəsiqələriniz üzərinizdə olmalıdır ki yoxlanış edə biləsiniz. Artıq Xocalıdayıq. Yarım stansiyanın qarşısında 2 ədəd elektromobil doldurma stansiyası var. Bunların gücü 150 kW üzərindən görsədir, amma bu stansiya hal-hazırda işləyə görsənsə də elektrik doldurmaq mümkün deyil. Səbəbi isə bəlli deyil. Nə CCS2 portunda işlək deyil, nə də GBT portu. Bu stansiya işləkdir. Hal-hazırda 60 kW enerji verir, 150 üzərindən. Çox güman ki 90-a qədər qalxacağı gözlənilir. Hal-hazırda 60 kW ötürür. Bura qədər olan sərfiyyatı sizlə bölüşə bilmirəm, çünki birinci o stansiyaya yoxladıqdan sonra son şarjdan bəri olan göstəricini sıfırlayıb, hal-hazırda olan göstəricini mən sizə göstərə bilərəm, təəssüf ki. Bura gördüyünüz kimi sıfırlanmış vəziyyətdədir. Ümumilikdə bu günlük bizə bu 35% də yetəri qədər bəs eləyir əslində. Amma növbəti iştirakçı gələnə qədər gözləyib dolduracaq, ta ki o gəlib taxana qədər. O taxandan sonra biz ayıra bilərik. Biz hal-hazırda Xocalıdayıq, yarım stansiyanın qarşısında 2 dənə elektromobil üçün YDM var, gördüyünüz kimi. Hər biri 150 kW-lıqdır, sadəcə bu stansiya işləmir hal-hazırda. Bu biri stansiyada isə biz 60 kW üzərindən enerji ala bilmişik. Sadəcə hal-hazırda 3-cü maşın olaraq bu qoşulub. Bu maşına 13 kW verir niyəsə. 45%-ə tamamlananda çıxardacaq növbəti o maşın. Sonra isə bu maşını zayetkaya qoyacaq.
Gedişata uyğun yenə çəkəcəm. Belə force major hallar ola bilir, qaçınılmazdır. Elektrik enerjisinin təchizatında çətinliklər yaşana bilir. Bu tip şeyləri nəzərə almaq lazımdır hər zaman. Çünki daxili yanma mühərrikində belədir ki, ən pis halda generator işləyir və siz yanacağı doldura bilirsiniz avtomobilinizə. Amma elektromobildə bunu edə bilmirsiniz. Təəssüf ki. Yolumuz buradan sonra Xankəndi, Şuşa, İsa Bulağı, daha sonra isə Laçındır. Yəni demək olar ki, çatmışıq. Bizim isə 47% enerjimiz var hal-hazırda. İstəyirəm girim bu içərinin də çəkilişini aparım. Əgər icazə versələr, oradan sizə kadrları göstərəcəm. Bu cür regionda bu cür infrastrukturu yaratmaq asan deyil. Yenə də sağ olsunlar. Gəlin sizə mövzunu update eləyim. Stansiyanı bərpa elədik. Əgər sizin də nəsə belə bir probleminiz olsa, narahat olmayın. Hazır işığa yığmağa ehtiyac yoxdur. Özümüz əllə eləyəcəyik. Stansiya artıq işləyir. Zaryatka gedir. Hal-hazırda 80 kW-la götürür. Kinolarımızın birində deyirik, özümüz işləməliyik, öz qüvvəmizlə. Ocalda enerji dolumumuzu bitirdik. İstiqamətimiz Xankəndi, daha Laçın. Şuşa şəhərinin girişindəyik. Bu Şuşa şəhərinin Ağdam tərəfindən gələn girişidir. Burada Sigma'nın direktor stansiyası var əlavə olaraq. Biz buradan Şuşanın içərisinə girəcəyik və yaxud da kənarı ilə İsa Bulağına da getmək olar. Amma Füzuli tərəfdən gələndə isə İsa Bulağının direkt girişini görmək olur. Biz artıq İsa Bulağındayıq. İştirakçıların bir çoxu artıq öz yerlərini alıb. Qalan ən son komanda isə ilkinin komandasıdır. Onlar da son 5-10 dəqiqə ərzində burada olacaqlar. Həqiqətən də ilkinə bir halal olsun düşür. Çünki indiki dövrdə insanlar öz telefonunun zaryatkasını planlaya bilmir. İlkin 23 dənə maşının planlamasını qurub və hamısını bura qədər gətirib çıxardıb. Yəni 23 maşın 4 qrupa bölünmək və hər qrup rəhbəri öz qrupunun avtomobillərini zaryatka ilə təmin eləməlidir və bunların hamısını düşünün ki, ilkinin planlaması sayəsində yerinə yetirib. Hamı ilkinin hesabladığı zaryatka ilə gəlib Şuşaya çatıb. Yəni həqiqətən də çətin bir proyekt. Bəli, birbaşa asanlarınızı alıb otaqlara yerləşəcəyik. Olmasa səhər tezdən 7-də filan hardasa nəzərə alın ki, Moykaya gedəsi olar deyə. Zahar eliyle Dəstər gül ilə Ara zahar eliyle Dəstər gül ilə Mən yarımı sevdim
yaramaz sevirəm şirin şirin dillər ay laçın can laçın can sənə qurban laçın ay laçın can laçın can sənə qurban laçın. Artıq Laçındayıq. iVolt'un Volboxları ilə 7 kW qoymuşuq zaretkaya. Abdallardayıq. İlkin, sən bilsən niyə halaldır? Deyirəm, cəmaət telefonun bateryakasını tənzimləyə bilmir ki, zaretkaya qoysun da. Sən 23 dənə elektromobili neçə faizlə bura çatacağını yazmısansa, yəni həqiqətən sən halal olsun da. Gəlin etiraf eləyək ki, demək olar ki 70-80% elektromobilin də təxminlərini düz vermişdim. Yəni abi 23 dənəyə həqiqətən halal olsun da. Yəni bu Qafqazda görülən böyük proyektdir. Nəinki Azərbaycanda, Qafqazda. Təbrik edirəm səni. Hamını sağ-salamat bura çatdırmısan. Sultan çox yaxşı bilir. Mən Sultanı səhnəyə dəvət etmək istəyirəm. Sultan, xahiş edirəm. Gəl, kadrdan qaçma. Bu axşam eləyir. Eləyəcək, axşam da olacaq. Kameralarımız çoxdur. Belə nəsə belə gəlmir. 2 gündür həqiqətən gecə Sultanla yatmırıq. Gecə saat 2, 3, 4 o mənə mesaj edir, mən valla. Yox, qrupdan səs çıxmır, qrupdan yazmır, qruplar nəsə şeyləmir. Falan şey necə olar, peşman şeylə. Bu gecə ümumiyyətlə yatmamışıq. Məncə yatmamısan da sən də. Gözündən görünür. Ona görə yəni həqiqətən bura kimi inanılmaz çətin oldu bizim üçün. Gəlmək qaldı. Bura kimi salamatçılıq oldu bir böyük şey. Mən bir dənə deyirdim ki, Şuşaya çatar. Xəyamı. İlkin işin başında işi planlayan adamdır. Amma pərdəni görsənməyən tərəfində. Siz olmasaydınız təbii Abi, ki. deyirəm ki, niyə ilkinə halal olsun? Adam var, telefonunun zaretkasını tənzimləyə bilmir ki, zaretkaya qoyun. Bu adam 23 dənə maşını bura gətirib çıxardı. Bir üstdəki net... Punkt yazıb be, faizlə belə çatacaqsan. Fan bizlərə getdi. Eynən. Kimlər hansı stansiyada zaretka yığacaq və neçə faiz yığacaq? Bəli. Təbrik edirəm. Əla oldu. Çox sağ olun. Bundan daha gözəl olurlar. Şey də çatdı ha sənə deyim. 6 demişdik, 6-15 dəqiqə qalmış buradaydı ya. Hamısı dəqiqə bə dəqiqə. Yəni həqiqətən deyirəm, siz olmasaydınız, yəni mümkün değildi. Mən tək bunu heç vaxt eləyə bilməzdim sizin sayənizdə. Çox sağ olun. Hər şey üçün çox sağ olun. Dəstəyiniz üçün, nə bilim, deməyə çox söz var. Axşam Davam eləyərik. davam edəcək mikrofonla. Gedib təşkilatçılar Laçında Abdallar oteldə yerləşdirib bizi və burada bildiyiniz kimi kotejlərdir. Daha çox cavan nəsil adamlar üçündür, yəni yaşlı nəsil adamların qala biləcəyi bir tip deyil, düzü. Otelin girişində elə maşınları zaretkaya qoymuşuq. İndi isə düşəcəyik Laçın Riverside'a. Axşam show proqram, konsert və naharı orada edəcəyik. Bir də maşınları yumaq lazımdır, sabahlara tədbir var. Bu məsafəni gəlmək dəfələrcə bunu etmişik, amma 23 elektromobillə və müxtəlif qruplar şəklində şarj planlaması edərək gəlib 12 saatlıq yolu gəlmək həqiqətən çox çətin oldu. Ona görə birinci növbədə Laçın rayon xüsusi nümayəndəliyinin mən təşəkkür eləmək istəyirəm nümayəndəliyə ki, bizə bu şəraiti yaratdı. Başda Hüseyn müəllim olmaqla təşəkkür edirəm Hüseyn müəllim. Beləliklə tədbir yekunlaşdı. Əsas məsələ salamatçılıq oldu, hər şey qaydasındadır. Tədbir həqiqətən də çox gözəl, möhtəşəm keçdi. Təbriklərimi buradan bir daha çatdırıram. Bundan gözəl uğurlar arzu edirəm. Delirəm daha gözəl. Bunlara imza atar. Azərbaycan üçün
Ümumiyyətlə Qafqaz üçün böyük bir səyahət idi. Böyük bir tədbir idi. Ona görə tədbirlərə inşallah. Sağ olun. Can sana kurban.